Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allah subhanahu wa müvəffəq etsin. Uca Rabbimin müvəffəqiyyəti ilə, Uca Rabbimin inayəti ilə, köməkliyi ilə kitabımızın davamını götürürük. Tevhid kitabının və müəllif rahmetullahın bu sözündə qalmışdıq. Bəb mən haqqaqat tevhidə dəxaləl cənnətə bi qeyri hisab. Kim tevhidi gerçəkləşdirərsə cənnətə hesabla, yəni hesab olunmadan, sorğu sual olunmadan daxil olacaqdır. Kim tevhidi gerçəkləşdirərsə cənnətə sorğu sual olunmadan daxil olacaqdır və həmçinin yəni əzab olunmadan, yəni əgər sorğu sual olunmayacaqsa eləcə də əzab olunmadan daxil olacaqdır. Barakallahu fikum. Bu baba fikir verdi. Biz keçən dərsində götürdük. Barakallahu fikum. Bəbu fadlu tevhid. Yəni tevhidin fəziləti var, günahları bağışlanması var. Günahlara şəffar olması, günahları bağışlanması var. Müəllif o sanki yəni keçən babda, bu bab elə ki müəllif rahmehullah yəni diqqətindən, müəllif rahimehullahın elm üslubunun gözəlliyindən ki, məsələləri bir-birinin ardıca gözəl şəkildə gətirir. Keçən dərsdə barakallahu fikum tevhidin fəzilətini gəlmişdi. Keçən dərsdə biz bildik ki, yəni tevhid əhli cənnətə girəcək. Tevhid əhli Allaha şərik, yəni tevhid əhli deyəndə yəni Allaha şərik qoşmayanlar. İbadəti yalnız, yəni bəzi insan ilə başa düşər ki, tevhid əhli deyəndə salsın, yəni ola bilər kimsə qulaq asar, sözü başa düşmür, ola bilər elə başa düşər ki, nəsə başqa bir məzhəbdir, nəsə başqa bir şeydir. Yəni tevhid yəni dərslərdə qeyd etdiyimiz kimi barakallahu fikum, yəni Allahı ibadətlərdə təkləşdirmək. Yəni ərəblə vahhada yuvahhidu tevhidlə bir şeyi tək etmək. Yəni Allahı təkləşdirmək. Yəni kim ibadəti yalnız Allaha edərsə və Allahdan başqasına ibadət olunmağı inkar edərsə, yəni tevhid əhli olarsa, tevhid əhli budur barakallahu fikum. Tevhid əhli, yəni yalnız Allaha ibadət edənlər və Allaha heç bir şey şərik qoşmayanlar cənnətə girəcəklər. Keçən babda müəllif rahmehullah yəni müəllif rahimehullahın gətirdiyi babda biz götürdük ki, ya ümumən birbaşa girəcəklər, yəni birbaşa yəni cənnətə girəcəklər və yaxud da o günahlar ki edirlər, tevhid əhli də günah eləyə bilər, bəli, eləyə bilər və eləyir də anlansın. Allah bizləri bağışlasın. Və barakallahu fikum, yəni tevhid əhli yəni günahlarına görə cəhənnəmdə əzab çəkdikdən sonra cənnətə girəcək. Keçən babda yəni ki, ya cənnətə birbaşa girəcəklər və ya da sonradan girəcəklər. Yəni cəhənnəmdə qalmayacaqlar. Cəhənnəmdən tevhid əhli mütləq cəhənnəmdən çıxacaq. Tevhid əhli mütləq cəhənnəmdən çıxacaq. Və bugünkü bab müəllif sanki bu da tevhidin bir fəzilətidir, barakallahu fikum. Amma sanki bu daha xas bir fəzilətdir. Nədir? Barakallahu fikum. Tevhid əhli tevhidi gerçəkləşdirənlər, indi burada sayacaq necə gerçəkləşdirmək. Tevhidi gerçəkləşdirənlər cənnətə sorğu sualsız, əzabsız daxil olacaqlar. Tevhidi gerçəkləşdirənlər cənnətə sorğu sualsız, əzabsız daxil olacaqlar. Allah subhanahu wa bizləri və zürriyyətimizi onlardan etsin. Və müəllif rahimehullah bunu deyir və sonra bu ayın Allah subhanahu wa bu sözünü gətirir ki, İnne İbrahim kana ummeten qanitan lillahi hanifan və lem yekun minel müşrikin. Həqiqətən İbrahim Allaha müti, hənif, yəni hənif bir imam idi, rəhbər idi. O müşriklərdən deyildi. O müşriklərdən olmamışdı. Yəni burada baxın, burada fikir verək, yəni bu ayə ilə yəni bu tevhidin, yəni müəllif rahimehullahın gətirdiyi başlığın arasındakı fərq nədir? Barakallahu fikum. Bax burada Allah subhanahu taala İbrahim aleyhisselamın 3 dənə vəsfini sayır. 3 dənə vəsf qeyd edilir İbrahim aleyhisselam. Aleyhissalatu vesselam. Birinci nə deyir? İnne İbrahimə kana ummeten qanitan lillah. Birinci, yəni İbrahim bir ümmət idi. İbrahim bir ümmət idi. Yəni imam idi, başçı idi, bir rəhbər idi. İbrahim bir imam idi, bir rəhbər idi. Kimə? Muvahhid, yəni tevhid əhlinə. Yəni Allaha şərik qoşmayıb ibadəti yalnız Allaha xas edənlərə nədir? Bir imam idi. Və dində də, Allahın dinində, şəriətində imam olmaq üçün 2 vəsf lazımdır.
Biz bunu o vaxtlarda götürmüşük. Hansıdır o? Yəqin və səbr. Yəqin yəni bir insan imam olması üçün, dində imam olması üçün, yəni dində qudva, yəni örnək olması üçün, imam olması üçün, dində öndə gedənlərdən olması üçün yəqin, Allahın ayələrinə yəqinliklə inanması olmasıdır, yəqin olmalıdır və bir də səbr olmalıdır. Necə ki Allah Subhanahu taala ayədə buyurur: "Və cəalna minhum əimmətən yehdun bi əmrinə ləmmə sabaru və kanu bi ayatina yuqinun." Biz onlardan öz işimizə yönəldən rəhbərlər, imamlar etdik. Nə zaman? O zaman ki onlar səbr etdilər və ayələrimizə yəqin olaraq inandılar. O zaman ki onlar səbr etdilər və ayələrimizə yəqin olaraq inandılar. Və İbrahim əleyhissalamın burada dediyi ki, birinci nədir? Allah Subhanahu ümmə, yəni imam idi. Yəni səbir və yəqinlik İbrahim əleyhissalamda nə idi? Var idi. Barakallahu fikum. Ondan sonra ikinci vəsfindən nə gətirir? Qanitən lillah. Allaha müti. Yəni itayətkar, ibadətkar bir qul idi. Yəni Allaha çoxlu ibadət edən, müti, yəni Allahın qarşısında ibadətlərlə boyun əyən, Allaha çoxlu ibadətlər, çoxlu itayətlər edən bir qul idi. Yəni tək misal üçün bizdə bəzən görürsən keçən dərslərdə də qeyd etdik, barakallahu fikum. Düzgün başa düşülmürsən ki, deyirsən ki, la ilahə illallahı demək, bütün əməlləri tərk etmək yox. İbrahim əleyhissalam yəni muvahhidlərin nə idi? İmamıdır, hə? Öndə gedəndir, rəhbəri. Və eləcə də İbrahim əleyhissalam orada vəsfin, ikinci vəsfin Allah Subhanahu taala qeyd edilir, qanitən lillah. Allaha müti, yəni Allaha itayətkar, çoxlu ibadət edən, Allaha boyun əyən bir qul idi. Allaha çoxlu ibadət edən, itaət edən bir qul idi. Və onun üçüncü vəsfi nə olur? Hənifə, hənif bir qul idi. Yəni İbrahim əleyhissalam hənif quldur. Hənif nədir? Hənifin mənası meyl etmək, hə? Barakallahu fikum. Tərk etmək, meyl etmək. Yəni İbrahim əleyhissalam şirki tərk edib təvhidə yönələn, təvhidə meyl edən bir qul idi. Və həmçinin günahları tərk edib Allaha itaətə, ibadətə yönələn bir qul idi. Yəni ümumən batilin də içində hamısı daxil. Həm şirk, həm də günahlar nədir? Daxildir. Barakallahu fikum. Bunları tərk edib Allaha yönələn, Allaha itaətə yönələn, haqqa yönələn bir qul idi. Yəni şirki tərk edib təvhidə yönələn, günahları, asi işləri tərk edib itaətə yönələn, batili tərk edib haqqa yönələn bir qul idi. Bu da nədir? Bu da həmin o təvhid əhlinin, təvhidi gerçəkləşdirənlərin sifətidir. Barakallahu fikum. Burada Allah sizə bərəkət versin. Bax, indi müəllif rəhməllah burada da şeyxlərin, alimlərin buyurduğu təvhidi gerçəkləşdirmək. Təvhidi gerçəkləşdirməyə, yəni burada böyük bir məsələ var qardaşlar. Barakallahu fikum. Yəni cənnətə sorğu-sualsız girmək. Cənnətə sorğu-sualsız, əzabsız girmək. Baxın, bu dünyada kimsə varlı ola bilər, kimsə kasıb ola bilər, hə? Amma cənnət məsələsi belədir ki, Allah Subhanahu taala hər bir kəsin gücünün çatacağı, yəni nədir? Yəni Allah Subhanahu taala insan, yəni biri belə deyək də pulla verib almır onu. Birinin nəsil nəcabətinə görə ona verilmir. Bu dünyada birinə varına, dövlətinə görə misal üçün hörmət oluna bilər. Müəyyən yerlər əldə edə bilər. Birinin nəsil nəcabətinə görə eləyə bilər, hə? Amma nədir? Allah Subhanahu taala cənnətində həmin dərəcələri Allah Subhanahu taala qoyub, yəni nə pulla ala bilirsən, nə pulla alınası bir şey deyil. Nə nəsil nəcabət, yəni nəsil nəcabətlə veriləsi bir şey deyil. Yəni Allah Subhanahu taala hər bir insana imkan verir ki, nədir? O dərəcəyə yiyələnməyə. Yetər ki, nədir? Yetər ki, insan çalışsın və həmin dərəcəyə çatmaq üçün nə etsin? Çabalasın, səy göstərsin. Burada sadalacağım dərəcələrdə barakallahu fikum nədir? Yəni insandan səbr tələb edir və sanki bir cihad, yəni bir çalışma, yəni Allah üçün, yəni var gücünü sərf etməsini tələb edir. Barakallahu fikum. Yəni belə deyə də boş-boş xəyalla, boş-boş fikirləşməklə, boş-boş yəni əməl etmədən həmin sanki mərtəbəyə çatmaq nədir? Mümkün olası bir şey deyil. Allah daha doğrusunu bilir. Və təvhidi təhqiq etməyin, təvhidi mərtəbələri 4 mərtəbədir. Barakallahu fikum. Təvhidin mərtəbəsi 4 mərtəbədir. İndi həmin o təhqiq etmək də nədir? Onları qeyd edəcək. Barakallahu fikum. Birincisi
Təvhidin kamilliyini təhqiq etmək, gerçəkləşdirmək. Yəni təvhidi kamilliyi ilə gerçəkləşdirmək. Dedik təvhid nəsədir? 4 mərtəbəsi, barakallahu fikum. Birinci mərtəbə ən üstün mərtəbə. Hansı ki bunu peyğəmbərlər və Allahın xas qulları bu mərtəbəyə yüksəlirlər. O bu mərtəbəyə çatmaq üçün Allah Subhanahu taala müvəffəq etsin. Yəni çalışmaq lazımdır, səbr etmək lazımdır və səbr göstərmək lazımdır. Allah Subhanahu taala bizləri onlardan etsin, müvəffəq etsin Rəbbim. Nədir o mərtəbə? Yəni təvhidin kamilliyini gerçəkləşdirmək. Təvhidin kamilliyini gerçəkləşdirmək. Burada labüd ki, birincisi elm olsun. Qul yəni təvhidi bilsin, elm olsun. Yəni qəlbi yəqin olsun. İkincisi yəni qəlbində yəqinlik olsun. Heç bir şək olmasın. Və üçüncüsü həmçinin dili ilə desin. Həmçinin dili ilə deməsi və həmçinin labüd ki, burada nədir? Yəni dili ilə deməsi yəni qüdrəti olduğu təqdirdə barakallahu fikum. Məsələn, insan nədir? Ona dili ilə deməsi də vacibdir. Yəni qüdrəti olduğu təqdirdə barakallahu fikum. Və üçüncü, yəni dili ilə deməsi. Dördüncüsü, labüd ki, orada təvhidə əməl etməsi. Əslinə və kamilliyinə. Yəni təvhidin əslinə də əməl etməsi və kamilliyinə də əməl etməsi. Və həmçinin beşincisi, burada nədir? Şirkdən və onun növlərindən salamat qalması. Bidətdən və asiliklərdən salamat qalması. Yəni təvhidi aparan və onu naqisləşdirən ümumən şeylərdən salamat qalması. Həm şirkdən, kiçiyindən, bütün növlərindən. Və həmçinin bidətlərdən, asiliklərdən hamısından salamat qalması. Barakallahu fikum. Və həmçinin nədir? Bu mərtəbədə təvhidin, altıncısı təvhidin gərəkdirdiyi şeylərə əməl etməsi. Bu da nədir? Allaha boyun əyməsi. Necə? İtaətlə. Allahın əmrlərin yerinə yetirməsi. Burada bax, indi ikinci mərtəbə ilə bunun arasındakı fərq buradadır. Allahın əmrlərin yerinə yetirməsi, vacib əmrlərin yerinə yetirməsi və müstəhəb əmrlərin gücü çatdığı təqdirdə şəkildə yerinə yetirməsi. Vacib əmrləri yerinə yetirməsi və müstəhəb əmrləri gücü çatdığı şəkildə yerinə yetirməsi. Və Allahın qadağan etdiklərindən çəkinməsi. Haram olan şeylərdən çəkinməsi və həmçinin gücü çatdığı şeylərdən, gücü çatdığı təqdirdə barakallahu fikum məşruh olan, bəyənilməyən şeylərdən çəkinməsi. Və həmçinin 7-incisi nədir? Barakallahu fikum bu mərtəbədə qəlbin tam olaraq Allah Subhanahu taalaya bağlanması. Qəlbin tam olaraq Allah Subhanahu və taalaya bağlanması. Və 8-ci də bunların hamısına nə ilə yiyələnmək olur? Yəni səbirlə. Yəni labüd ki, bunlarda səbr etməsi. Barakallahu fikum. Yəni səbir olmadan bu mərtəbələrə yiyələnmək nədir? Yəni biz belə deyək də Allah Subhanahu bizləri başlasın, günümüzdə özümüzə fikir verək, günümüzə keçirdiyimiz günə fikir verək görə Subhanallah. Məyər biz bu mərtəbəyə layiq olan heç bir əməl eləmişik. Allah Subhanahu bizləri başlasın, Allah Subhanahu bizləri müvəffəq etsin. Və dedik ki, ikinci mərtəbəsi təvhidi təhqiq etmək. Birinci mərtəbə təvhidi kamilliyini təhqiq etmək. İkinci təvhidi təhqiq etmək. Barakallahu fikum. Və burada da labüddür ki, elm, yəni təvhidi bilməsi, elmi olması və qəlbin yəqin olması və həmçinin dilin deməsi qüdrətlə, yəni gücü çatdığı halda və həmçinin təvhidin əslinə və kamilliyinə əməl etməsi və həmçinin burada da nədir? Şirkin bütün növlərindən, bidətdən və asiliklərdən nədir? Xilas olması. Təvhidini şirkdən, onun bütün növlərindən böyük, kiçik, xafi, gizli, həmçinin bidət və asiliklərdən nədir? Qoruması. Və həmçinin təvhidin gərəkdirdiyi əməllər. Vacib əməllərə əməl etməsi. Allahın vacib əmrləri yerinə yetirməsi. Və Allahın qadağan etdiklərindən, haramlardan çəkinməsi. Və 7-ci nədir? Səbr etməsi. Barakallahu fikum. Bu da səbirdir. Və bununla qabaqdakı mərtəbənin arasındakı fərq nədə oldu qardaşlar? Barakallahu fikum. Burada birinci mərtəbədə Allahın əmr etdiklərinin yerinə yetirməsi. Vacib və müstəhəb. Və Allahın qadağan etdiklərindən çəkinməsi, haram olan və məşruh olan. Burada isə Allahın əmr etdiklərinin yerinə yetirməsi. Vacib və qadağan etdiklərindən çəkinməsi, o da nədir? Haram olan, mütləq yəni haram olan məşruhlar, bunlar ayrı olmaz. Yəni bu nədir? Bu ondan birincidən bir dərəcə, biraz aşağı dərəcədir. Barakallahu fikum. Və üçüncü mərtəbə isə təvhidə əməl etməsi. Üçüncü mərtəbə isə
Təvhidə əməl etməsi və bu da nədir? Barakallahu fikum. Təvhidin əslinə əməl etməsi, təvhidin kamiliyinə əməl etməsi və həmçinin təvhidin şirkdən, yəni böyük şirkdən və kiçik şirkdən qoruması. Təvhidin böyük şirkdən və kiçik şirkdən qorunması. Və dördüncü mərtəbə isə barakallahu fikum təvhidin əslinə əməl etməsi. Təvhidin əslini qoruması. Yəni nədir? İnsan yəni təvhidin böyük şirkdən salamat qalır, böyük şirkdən salamat qalır. Amma ola bilsin ki, görürsən nədir? Kiçik şirkə düşür. Allahdan qeyrisini and içməklə, və yaxud da hər hansı bir məsələn gözümüzü nədir? Bunlara bağlanmaqla, bunları nədir? Etməklə həmin insan təvhidin əslinə əməl etmiş olur, amma nədir? Kiçik şirkə görürsən düşmüş olur. Və bundan aşağı dərəcə yoxdur artıq. Bundan aşağı dərəcə yoxdur, barakallahu fikum. Bundan aşağı dərəcə isə artıq nədir? Allah qorusun, yəni İslamın olmamasıdır. Allah subhanahu ta'ala bizlər qorusun. Bu artıq dördüncü ən aşağı mərtəbəsidir. Və ən üstün mərtəbəsi dediyi nədir? Barakallahu fikum, yəni təvhidin kamilliyi ilə nə etməsi? Təvhidin kamilliyin gerçəkləşdirməsi. İkinci təvhidi gerçəkləşdirməsi, üçüncü təvhidə əməl etməsi və dördüncü də təvhidin əslinə əməl etməsi. Və sonra müəllif rahmeullah buyurur ki, ayəni gətirir. Vəllezina, bu ayədən sonra, yəni İbrahim aleyhissalam haqqında keçən ayədən sonra vəllezinahum bi rabbihim la yüşrikun. O kəslər ki, onlar öz Rəblərinə heç nəyə şərik qoşmazlar. O kəslər ki, onlar öz Rəblərinə heç nəyə şərik qoşmazlar. Heç bir şey. Yəni nə kiçik, nə böyük, heç bir şey nədir? Heç bir şirkə düşməzlər. Barakallahu fikum. Allah subhanahu ta'ala bu hansı surədir? Müminun. Möminlər, Əl-Müminun, Müminun, Möminlər surəsidir. Və Allah subhanahu ta'ala orada möminlərin vəsiflərini qeyd edir. Möminlərin vəsiflərini qad əfləhəl müminun. Möminlər, iman gətirənlər qurtuluşa çatdılar. Fələh sözü, qardaşlar, barakallahu fikum. Fələh sözü. Alimlər buyurur ki, ərəb dilində xeyirləri özündə cəm eləyən onun kimi ikinci bir söz yoxdur. Yəni, xeyirləri özündə cəm eləyən bir sözdür. Bütün xeyirləri. Və onun üçün deyir, yəni, harada görsən ki, Allah subhanahu buyurur ki, filan əməli edənlər, əl-muflihumul muflihun, onlar fələhə uğrayanlardılar. Bir həmən əməl etməyə nə deyir? Həris ol deyir. Burada Allah subhanahu buyurur, nə deyir? Qad əfləhəl müminun. Möminlər artıq qurtulmuşdular. Və Allah subhanahu ondan sonra başlayır həmin möminlərin vəsiflərini, sifətlərini saymağa, sadalamağa. Və onların da ən böyük, ən üstün sifətlərindən biri nədir? Allah subhanahu wa ta'ala'ya şərik qoşunmaları. وَالَّذِينَهُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُونَ. Onlar öz Rəblərinə şirk qoşmurlar, şərik qoşmurlar, heç bir şey. Nə böyük, nə kiçik, nə gizli, nə xafi, heç bir şeyi öz Rəblərinə şərik ortaq qoşmurlar. Allah subhanahu ta'ala bizləri qorusun. Müvəffəq etsin təvhidə. Və sonra müəllif rahimehullah gətirir, barakallahu fikum, burada Hüseyn rahimehullahın, yəni tabinlərin arasında keçən bir dialoq. Və burada çox əzəmətli bir hədisdir, çox möhtəşəm bir hədisdir və burada çox faydalar olan bir hədis alınansın. Və burada gətirir ki, an Hüseyn ibn Abdurrahman rahimehullah qal, kuntu ində Səid ibn Cübeyr rahimehullah fəqal, أيكم رأى الكوكب الذي انقض البارحة فقلت أنا ثم قلت أما إني لم أكن في صلاة ولكني لدغت قال فما صنعت قلت ارتقيت قال فما حملك على ذلك قلت حديث حدثناه الشعبي قال وما حدثكم قلت حدثنا عن بريدة بن الحصيب أنه قال عن بريدة بن الحصيب رضي الله عنه أنه قال لا رقية إلا من عين أو حمى فقال قد أحسن من انتهى إلى ما سمع ولكن حدثنا ابن عباس رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال عرضت علي الأمم فرأيت النبي ومعه الرهط والنبي ومعه الرجل والرجلان والنبي وليس معه أحد إذ رفع لي سواد عظيم فظننت أنهم أمتي فقيل لي هذا موسى وقومه فنظرت فإذا سواد عظيم فقيل لي هذه أمتك ومعهم 70,000 يدخلون الجنة بغير حساب ولا عذاب ثم نهض فدخل منزله فخاض الناس في أولئك فقال بعضهم فلعلهم الذين صحبوا رسول الله صلى الله عليه وسلم وقال بعضهم فلعلهم الذين ولدوا في الإسلام فلم يشركوا بالله شيئا
وذكروا أشياء فخرج عليهم رسول الله صلى الله عليه وسلم فأخبروا فقال هم الذين لا يسترقون ولا يكتبون ولا يتطيرون وعلى ربهم يتوكلون. فقام عكاش بن محصن رضي الله عنه فقال ادعو الله أن يجعلني منهم. قال صلى الله عليه وسلم أنت منهم. قال ثم قام رجل آخر فقال ادعو الله أن يجعلني منهم. قال صلى الله عليه وسلم سبقك بها عكاش radiyallahu anh. Və bu hədis burada çox möhtəşəm və əzəmətli bir hədisdir. Allah subhanahu taala müvəffəq etsin. Və Hüseyn ibn Abdurrahman rahimehullah buyurur. Hüseyn ibn Abdurrahman rahimehullah buyurur ki, hədisi oxuyaq, ondan sonra Allahın şərhinə keçək. Hüseyn ibn Abdurrahman rahimehullah buyurur ki, Səid ibn Cübeyr radiyallahu anh rahimehullahın yanındaydım. O dedi ki, sizdən kim dünən gecə axan ulduzu gördü? Və dedim ki, mən. Və sonra dedim ki, lakin yəni mən namaz qılmırdım. Yəni mən gecə namazda değildim. Sadəcə məni sancılmışdı. Yəni ya əqrəb ya ilan sancılmışdı. Və Səid ibn Cübeyr radiyallahu anh soruşur ki, nə etdin? Yəni rahmehullah tabindi soruşur, nə etdin? Dedim ki, irtaqaytu. Ruqya oxudum, ruqya etdim özümə. O dedi ki, bunu etməyə sən nə vadar etdi? Dedim ki, Şəbinin bizə danışdığı hədis. Dedi ki, sizə nə danışıb Şəbi? Dedim ki, bizə danışdığı Burayd ibn Hüseyb radiyallahu anhudan, sahabədən deyir ki, ruqya yalnız gözləymədən və sancılmadan olur. Və sonra dedi ki, Səid ibn Cübeyr rahimehullah deyir ki, eşitdiyinə əməl edən nə yaxşı etmiş olar. Yəni eşitdiyinə əməl edən nə yaxşı iş görmüş olar, nə yaxşı etmiş olar. Sonra deyir ki, lakin deyir İbn Abbas radiyallahu anhuma Allah Resulü sallallahu aleyhi və səlləmin belə dediyim bizə danışdı, bizə rivayet etdi ki, ümmətlər mənə göstərildi. Və Peyğəmbər gördüm ki, onunla rahat, yəni bir toplum insan var, 3-dən 9-a qədər olan insan. Və sonra deyir ki, və elə Peyğəmbər gördüm ki, onunla bir və yaxud da 2 kişi var. Və elə Peyğəmbər gördüm ki, onunla heç kəs yoxdur, onun yanında heç kəs yoxdur. Və sonra deyir, mənə bir toplum göstərildi, insanlar göstərildi, bir çoxlu toplum. Yəni bir topa şəxs. Və deyir, elə bildim ki, onlar mənim ümmətimdəndir. Və dedim ki, mənə deyildi ki, bu Musa və onun qövmüdür. Və sonra deyir, baxdım və daha böyük mənə əzəmətli bir toplum göstərildi və mənə deyildi ki, bu sənin ümmətindir və onlarla yanaşı 70.000 nəfər vardır ki, onlar cənnətə hesab, sorğusal olunmadan və əzab olunmadan daxil olacaqlar. Allah subhanahu bizlər onlardan etsin. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem düşür və mənzilinə daxil olur və insanlar, yəni səhabələr bu haqda fikir yürütməyə başlayırlar. Onlardan bəziləri deyir ki, yəqin ki, bu Allah Resulü sallallahu aleyhi ve sellemin səhabələrdir. Yəni səhabələr özlərinci yəqin bizik. Çünki və onlardan bəziləri deyir ki, yəqin ki, bunlar İslam, yəni ola bilsin ki, daha doğrusu, ola bilsin ki, bunlar İslamda doğulan və Allaha heç bir şeyi şərik qoşmayan kimsələrdir. Və başqa şeylər də zikr etdilər və Allah Resulü sallallahu aleyhi və səlləm onların yanına çıxdı. Bu haqda ona xəbər verdilər və Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, onlar o kəslərdir ki, yəni ruqyə tələb etməzlər, odla müalicə olunmazlar, bəd əlamətlərə inanmazlar və öz Rəblərinə, yalnız öz Rəblərinə təvəkkül edərlər. Və Ukkaş ibn Mihsan radiyallahu anhu ayağa durur, deyir ki, dua et, mən onlardan olum. Allah məni onlardan etsin. Və Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, sən onlardansan. O başqa bir kişi qalxır, deyir ki, dua et, mən də onlardan olum. Allah Resulü deyir ki, sallallahu aleyhi və səlləm deyir ki, Ukkaş səni qabaqladı. Ukkaş səni qabaqladı. Və bu hədisi barakallahu fikum nədir? İmam Müslim rəvayət etmişdir. Allah sizə bərəkət versin. İmam Müslimin ləfzidir və həmçinin Buxar rəhməhullah da nədir? Rəvayət etmişdir. Burada keçən İmam Müslimin rəvayət etdiyi ləfzidir. Barakallahu fikum. Burada ki, Hüseyn ibn Abdurrahman. Hüseyn ibn Abdurrahman tabinlərin nədir? Yəni etibarlı tabinlərdəndir, siqa tabinlərdəndir. Deyir ki, Səid ibn Cübeyrin yanındaydım, rahiməhullah. Və Səid ibn Cübeyr rahiməhullah da yəni tabinlərin imamlarındandır. Tabinlərin nədir? Böyüklərindəndir. Böyük tabinlərdir və həmçinin İbn Abbas radiyallahu anhümənin xas tələbələrindəndir Allah'ın. Səid ibn Cübeyr radiyallahu anh. Səid ibn Cübeyr radiyallahu anh deyir ki, dünən axan ulduzu sizlərdən kim gördü? Dünən axan ulduzu sizlərdən kim gördü? Sanki yəni adətən yəni ulduzun axması belə bilinən, məruf olan bir şeydir. Sanki həmin gecə baş verən ulduzun axması
Yəni biraz daha fərqli idi. Yəni o ola bilsin böyüklüyünə görə, nəyəsə görə daha fərqli olduğuna görə, yəni Səid ibn Cübeyr radiyallahu anh soruşur ki, dünən axan ulduzu kim gördü? Və Hüseyn radiyallahu anh deyir ki, mən gördüm. Hüseyn radiyallahu anh deyir ki, mən gördüm. Və sonra subhanallah sözü Hüseyn radiyallahu anh deyir ki, mən gördüm dedikdən sonra deyir ki, mən namazda değildim. Yəni bu da nədir? Barakallahu fikum. Buna fikir verin, Allah sizə bərəkət versin. Yəni bu səhabələrin və yəni sələflərin Allahdan qorxmalarına, təqvalı olmalarına və əməllərin gizlətmələrini necə həris edirlər, subhanallah. Yəni sələflər barakallahu fikum. Yəni burada nədir? Yəni deyir ki, mən namazda değildim. Yəni həmin gecə mən namazda değildim. Yəni çünki Səid ibn Cübeyr radiyallahu anh rahimehullah soruşur ki, sizlərdən kim onu gördü? Və deyir ki, Hüseyn radiyallahu anh ki, mən. Orada otururlar, yəni hamısı tabinlər və insanlar otururlar, orada oturan toplum var. Və Hüseyn radiyallahu anh deyir ki, yəni qorxur ki, yəni onlar elə bilərlər ki, nə deyim, mən namazlıyam. Yəni ki, sanki özünü tərifləmiş kimi və həmçinin onu buna görə tərifləyirlər ki, yəqin bu namazda idi. Və bu da nədir? Bu da yəni sələflər öz etdikləri əməlləri gizlədirdilər. Çalışırdılar ki, gizləsin, heç kim bilməsin. O ki, qalmışdı, etmədikləri əmələ görə insanların onları tərifləməsindən nədir? Bu daha şiddətlidir. Biri var ki, insan etdiyi əmələ görə, biri də var etmədiyi əmələ görə neynirlər? Tərifləməsi bu daha ondan betərdir. Və həmin Hüseyn radiyallahu anh da yəni, tabinlərin böyüklərin, tabinlərin etibarı, yəni sıqa tabinlərdir. Və deyir ki, nədir? Mən deyir, gecə namazı qılmırdım. Gecə namazı deyildim. Yəni orada elənlər, orada olanlar elə başa düşməsinlər ki, nədir? Mən gecəni namaza qılmışdım və nədir? Mən bu sanki mən namaz qılırdım. Bunu elə başa düşməsinlər. Amma və həmçinin yəni bu cür rivayətlər, bu cür hallar sələflərdən çox gəlir. Barakallahu fikum hansı ki nədir? Yəni bunu dərslərdə də dəfələrlə eşitmisiniz və buna aid xas dərslər var. Barakallahu fikum. Nədir? Yəni sələflərin öz əməllərini gizlətmələri, öz əməllərin insanlara bildirməməyə həris olmaları. Barakallahu fikum. Hətta rivayətdə gəlir İmam Əhməd rahimehullahdan, İmam Əhməd rahimehullah danışdıqda və onu ağlamaq tutanda yəni sanki öskürərdi. Və deyərdi ki, zökəm nə şiddətli bir şeydir. Yəni zökəm nə şiddətli bir şeydir və durardı. Yəni sanki yəni o demirdi mən zökəməm. Yəni nədir? Özünün zökəmi deyir, zökəm nə şiddətli bir şeydir. Zaten zökəm nədir? Şiddətlidir. Yəni, hətta orada olan insanlar nədir? Onun o halını başa düşməsinlər deyə subhanallah. Yəni bu da nədir? Yəni bu da əməli gizlətməyə, insanın etdiyi yaxşı əməlləri gizlətməyə həris olmasına, yəni əməli yalnız Allah üçün etməyə həris olmasına nədir? Bir tərbiyədir, bir işarədir, barakallahu fikum. Yəni insanlar əməllərini gizlətsinlər, salih əməllərini gizlətsinlər. Necə ki, sələflərdən gəldiyi kimi, necə ki, günahların gizlədirlər. İnsan günahların heç kim bilməyini istəmir, eləcə də nədir? Salih əməllərin, yaxşı əməllərini də gizlətməlidir ki, heç kəs bilməsin. Və deyir ki, onda Hüseyn radiyallahu anh deyir ki, mən deyir, namaz qılmırdım. Həmin vaxt namaz qılmırdım. Və mən deyir, sancılmışdım. Yəni, ya əqərəb, yaxud da ilan sancım. Çünki burada sancılması, yəni şiddətli bir şeyin sancılmasından gedir ki, yəni şiddətli bir sancılmadan gedir. Çünki bütün gecəni oyaq qalıb. Barakallahu fikum. Və burada deyir ki, və Səid ibn Cübeyr radiyallahu anh soruşur ki, fəmmə saniyat, bəs sən nə etdin? Yəni burada da nə var? Barakallahu fikum. Yəni mən sancıldım, gecə bax, tərk etmədi, yəni öz yoldaşın, öz nədir? Həmin tabini tərk etmədim. Məsələn, mən sancılmışdım, belə üzərinə keçmədi. Yəni, qardaşım bir-birinin halını soruşmağa, bir-birini bəs deyir, sən nə etdin? Yəni, sancılmışdın, bəs nə etdin sən? Yəni, halın, əhvalını soruşmağa. Yəni, qardaşların bir-birinin halından, bir-birinin əhvalından xəbərdar olmağa, yəni onun nədir? Onun qayğısına qalmağa bir işarə var. Barakallahu fikum. Hansı ki, günümüzdə buna çox ehtiyac var. Allah subhanallah bizlərə müvəffəq etsin. Və deyir, bəs sən nə etdin, deyir. Və deyir ki, Hüseyn radiyallahu anh deyir ki, irtaqayt. O bir də irtaqayt kəlməsi gəlir. Müəllif rahimehullah burada irtaqayt kəlməsi gəlir. Amma Müslimdə keçən. İstərqayt. Və bu başlığa, bu fəslə uyğun olan da bu istərqayt. İndi burada nədir? Əlif, sin, tə, bu nədir? Tələb etmə. Yəni bir nəfərdən istəmə mənasındadır. Barakallahu fikum. Yəni burada irtaqayt yox, istərqaytudur. Kəlmə istərqayt. Yəni nədir? Başqasından istədim ki, məni ruqyə etsin.
Çünki Səid ibn Cübeyr radiyallahu anh axır bunu İbn Abbas radiyallahu anhdan eşitdiyi hədisi danışacaq. Və o da məhz bu sözünə görə olur. Orada deyir ki, Hüseyn radiyallahu anh deyir ki, İstərqayt və Səhih Müslimdə də məhz keçən budur. Barakallahu fikum. Yəni deyir, birindən istədim ki, məni ruqiyyə etsin. Birindən, başqasından məni ruqiyyə etməsini istədim. Məni ruqiyyə etməsini istədim. Və Səid radiyallahu anh soruşur ki, rahimallah soruşur ki, fəmə həmələkə alə zəlik. Bunu etməyə sən nə vadar etdi? Burada nədir? Yəni sələflərin bir-birinin halına qalmaq, həmçinin bir-birinə yəni həmin əməli nəyə görə, həmin əməli yəni dəlil nədir onu etməyə nədir? Həris olmayan, dəlil etdiyi əməli nəyə əsasən edilməsinə həris olmaları. Barakallahu fikum. Və həmçinin barakallahu fikum. Burada bir işarə də var ki, misal üçün burada çünki Səid radiyallahu anh bildiyi hədisi danışacaqdır. Danışmamışdan qabaq Hüseyn radiyallahu anhdan soruşur ki, bunu etməyə sənə nə vadar oldu? Yəni o əməli etməyi səbəbin ondan soruşur. Həmçinin burada işarə var ki, barakallahu fikum, günümüzdə görürsən insanlar nədir? Bir qardaş bir şey eləyərkən nə edirlər? Yəni gözüm çıxdıya salırlar həmin qardaşı, günün qarı eləyirlər. Subhanallah, bir qardaşdan soruşur ki, qardaş bunu sənə etməyə, yəni sənə bunu etməyə vadar eləyən nə oldu? Allahu Akbar. Görürsən bir qardaş daim ibadət, itaət üzərində, yaxud da və hər hansı bir yaxşı əməllər üzərində görürsən bir səhvdə bir şey baş verdi. Yəni ola bilər ki, həmin məsələdə haqsız olan sənsən bəlkə də. Və yaxud da qardaş hər hansı bir dəllə cür edib. Yəni sən ən birinci ondan soruşmalısın ki, qardaş, yəni səni bunu etməyə vadar edən nə oldu? Yəni mə həmələkə alə zəlik. Yəni bunu etməyə səni vadar edən nə oldu, qardaş? Yəni bu sən nəyə görə beləncə etdin? Nə üçün beləncə etdin? Və Səid radiyallahu rahmehullah ondan soruşur və o da deyir ki, bunu nə üçün belə etdin və deyir ki, həmin tabiin də deyir ki, hədisun həddəsnəhu şə'bi. Yəni əş-şə'bidən eşitdiyimiz bir hədisə görə. Və soruşur ki, və Şə'bi rahimehullah da tabiinlərin, böyük tabiinlərdəndir, barakallahu fikum. Və soruşur ki, Səid ibn Cübeyr radiyallahu anh soruşur ki, o deyir sizə hansı hədisi danışdı və deyir ki, həddəsnə an Buraydə ibn al-Husayb. Buraydə ibn al-Husayb radiyallahu anhudan bizə bu hədisi danışdır ki, o dedi ki, la ruqyətə illə min aynin o hümə. Ruqiyyə yalnız gözdəymədən və sancılmadandır. Burada yalnız, Allah daha doğrusu bilir, alimlər ona şərh verirlər ki, yəni ən faydalı ruqiyyə gözdəymədən və sancılmadan olan ruqiyyədir. Çünki bu ikisindən başqa şeylərdən də ruqiyyə olunmaq hədislərdə gəlib, Allah Rasulullah sallallahu əleyhi və səlləm yəni hədislərdə gəlib, barakallahu fikum. Yəni bu iki şeydən başqasında da gözdəymədən və sancılmadan başqa şeylərdə də ruqiyyə var. Lakin ən ruqiyyə, yəni ən faydalı ruqiyyə gözdəymədən və sancılmadan olan ruqiyyədir, barakallahu fikum. Və sonra nə deyir? Həmçinin burada yenə sələflərin, tabiinlərin, salihlərin yəni etdikləri əməlləri nədir? Yəni isnadı mütləq, yəni dəlillə etmələrinə yəni bir işarə var ki, dəlillə həris idilər. Və həmçinin bu hədis yəni Buraydə radiyallahu anhudan mövquf olaraq gəlir və həmçinin bu hədisin barakallahu fikum yəni mərfu olaraq Allah Rasulundan da sallallahu aleyhi və səlləmdən gələn yolları var ki, onlar da səhihdir, barakallahu fikum. Yəni bu la ruqyətə illə min aynin o hümmətin. Yəni ruqiyyə yalnız yəni ən faydalı ruqiyyə gözdəymədən və sancılmadan olan ruqiyyədir. Bunun həmçinin Allah Rasulundan sallallahu aleyhi və səlləmdən gəlməsi də var. Yəni mərfu olaraq Allah Rasulundan sallallahu aleyhi və səlləmdən də gəlmişdir, barakallahu fikum. Və burada deyir, yəni ruqiyyə gözdəymədən və ümumən ruqiyyə haqqında inşallah yəni gələn Allah müvəffəq etsin, Rəbbim keçməyə axıra qədər. Yəni gələn qarşıdakı fəsillərdə ruqiyyə haqqında geniş gələcək Allah Subhanahu müvəffəq etsin. Burada deyir ki, ruqiyyə deyir gözdəymədən. Gözdəymə barakallahu fikum bildiyimiz kimi gözdəymə nədir? Yəni gözdəymə haqqdır. Gözdəymə haqqdır. Və gözdəymə ümumən iki qismə bölünür. Yəni şərt deyil ki, yəni gözləmə ancaq paxıl, həsədkar bir insandan baş versin. Yəni gözləmə də iki qismə bölünür, barakallahu fikum. Biri paxıl insandan, həsədkar insandan baş verir. İkincisi isə bir insanın bir şeyin onun xoşuna gəlməsindən, onun təəccübləndirməsindən, onun xoşuna gəlməsindən baş verir, barakallahu fikum.
Yəni burada həsəd etməsi şərt deyil, barakallahu fikum. Yəni biri var ki, bir insan nə deyir? Bir insan görür, misal üçün görür ki, filan kəsin oğlu daim namazlardadır. Yəni həsədindən, paxıllığından partlayır və bu nədir? Bu ona gözləməz. Hətta olur şeyxlər danışır, olur ki, yəni bir insan yəni salih uşaqdır, salih gəncdir deyir. Yəni daim meçiddə nədir? Hərisdir. Ona yəni belə bir şey, bu sonradan meçidə elə bir şey, yəni girməyə qorxurdu artıq. Meçidə girə bilmirdi. Yəni meçidə gəlməkdən nə deyim? Adam daim meçidə gəlirdi. Deyir sonra rüqya olunandan sonra deyir subhanallah təzədən deyir düzəlmişdi. Yəni, sanki nə deyir? Ona həmin o yəni gözləmə olmuşdu. Yəni həmin o həsədkar kəs tərəfindən. Birincisi deyir ki, yəni həsəd edən, paxıllıq çəkən bir insanın tərəfindən gözləyməsi. Bu da nədir? Barakallahu fikum. Həmin o insanın paxıllığından, yəni həsədindən irəli gəlir və xəbisliyindən irəli gəlir. Və ikincisi isə bir şeydən xoşa gəlir, bir şeyin xoşa gəlməsindən. Hətta burada bu ikinci ki var, yəni bir şeydən xoşlanmaqdan burada insanın özünün özünə də gözü dəyə bilər. Barakallahu fikum. Və bunun üçün bəzən görürsən qardaşlar paylaşırlar, yəni statuslarda paylaşırlar övladın şəklini və yaxud da yeyib içməyin şəklini və yaxud da hər hansı bir şeyin şəklini nə deyim burada yəni həmin insanların gözə gəlməsindən nə deyim barakallahu fikum gözə gəlmə ehtimalları da var, gözə gələ bilirlər. Onun üçün nə deyim həmin o şeyləri diqqət yetirmək lazımdır ki, nə deyim insan statuslarda və yaxud digər şeylərdə övladların şəklinin paylaşılmaması və yaxud da yeyib içməyin paylaşılmaması barakallahu fikum. Deyir ki, gözləmə iki qismə bölünür. Birincisi, yəni həsədkar, paxıl insan tərəfindən. İkincisi isə bir şeydən xoşu gəlməsindən. Və burada deməli insan bir şeydən özündən xoşu gələ bilər. Övladında bir şeyi xoş görüb xoşuna gələ bilər. Və yaxud da nə deyir, yaxınında və yaxud da bir qardaşlı bir şey, yəni onun xoşuna gələ bilər. Onun zaman bunun qarşısını almaq üçün nə etməlidir? Bu zaman gözləmənin qarşısını almaq üçün nə etməlidir? Ona bərəkət diləməlidir. Misal üçün, özündə bir şey gördüyü zaman barakallah, Allahım bərik, Allah bərəkət versin. Və yaxud da uşağında, övladında və yaxud da qardaşın övladında və yaxud da qardaşın malında, miniyində, nədəsə bir xoşa bir şey görəndə təbarakallah, Allahumma bərik, Allah bərəkət versin. Mütləq bunlar nə etməlidir? Deməlidir, Allahum bərik, Allah bərəkət versin. Təbarakallah, Allah bərəkət versin. Maşallah, təbarakallah, Allah bərəkət versin. Bunlar nə etməlidir? Deməlidir. Hətta nə deyir? Onu gözləmədən qorunması və deyir, barakallahu fikum, gözləmədən qorunmaq bir var, insan özünün gözünün kiməsə dəyməsindən nə deyir, qoruması, bu nədir? Burada həmin zaman deyir ki, bərəkət diləməsi. Yəni bir insan qorxur ki, başqasını gözə gətirər. Başqasına gözü dəyməsindən qorxur. Bu zaman onun üçün bərəkət diləyir. Allahumma bərik, təbarakallah, Allahum bərik. Bu elə bir ki, gözləyimə baş verməmişdən qabaqdır. Və həmçinin gözləyimə baş verməmişdən qabaq başqasının gözünə gəlməkdən qorxsun. Biri var, insan özünün kiməsə gözləyməsindən qorxur, bu zaman bərəkət diləyir. Bir də başqasının ona gözləyməsindən qorxur. Başqasını qorxur ki, başqasının gözü ona dəyər. Bu zaman dinləyir, Allah subhanallah zikri çoxaldır. Yəni Allah subhanallah çoxlu zikr edir. Yəni Allah subhanahu wa ta'alanın çoxlu zikr etməyi nədir? Barakallahu fikum. Yəni onun üçün bir qalı olur. Onun nədir? Yəni bu şeylərdən qoruyur. Necə şey İbn Hüseyn rahmehullahdan gəlir ki, İbn Hüseyn rahmehullah deyir ki, yəni elə fikirləşmə ki, sənin gözəlliyinə görə və yaxud da var dövlətinə görə sənə gözləyir. Lakin deyir, sənə gözləyməsi sənin Allahı az zikr etdiyinə görədir. Yəni sənin gözləyməsi sənin Allahı az zikr etdiyinə görədir. Allah subhanahu bizləri bağışlasın. Bu deməli gözləyimə qabaq, öncədən gözləyimə dəyməmişdən qabaq onu qorumaq yolları. Və gözləyimə baş verdikdən sonra isə artıq nədir? Onun bir neçə yolları var. Onlardan da biri hədisdə keçən rüqyə etmək, şərri rüqyə etmək. İnşallah bu haqda da Allahın izni ilə, yəni rüqyə haqqında gələn dərsdə inşallah danışacağıq. Və həmçinin orada gəlir hümə. Yəni hümə nədir? Hümə bir şeyin sancılması, yəni zəhərli olan bir şeyin sancılması, əqrəbdir, ilandır, bu şeylərin sancılması. Yəni rüqyə ən faydalı rüqyə barakallahu fikum bu ikisindəndir. Və Səid orada deyir ki, qabaqda demişdi axı Hüseyn radiyallahu anh ki, istərqa et. Mən tələb etdim ki, mənə rüqyə etsin. Burada da Səid radiyallahu anh onu deyir ki, qad əhsənə mən intəhə ilə məsəmə. Yəni o bu sahabədən, yəni
tabiindən, onu da sahabədən eşitdiyi, bu hədisi eşitdikdən sonra, danışdıqdan sonra deyir ki, Səid radiyallahu anhu eşitdiyinə əməl edən kişi nə yaxşı əməl etmişdir. Yəni, eşitdiyinə əməl edən nə gözəl bir iş görmüşdür. Yəni, eşitdiyinə əməl edən nə gözəl bir iş görmüşdür. Onun üçün, qardaş, barakallahu fikum, insan baxmalı. Yəni, dəlil gəldiyi zaman, Allah Rasulullah sallallahu aleyhi və səlləmin bir hədis gəldiyi zaman, Allah subhanət hala ayəsi gəldiyi zaman, yəni, üst çevirib getməməli. Vallahi ki, bu həlakdır, Allah subhanət hala qorusun. Yəni, bir insan Allah subhanət hala ayəsini eşitdiyi zaman, eşitdiyi və itaat etdiyi. Və Allah Rasulullah sallallahu aleyhi və səlləmin hədisini eşitdiyi zaman, eşitdiyi və itaat etdiyi. Yəni, nə deyir, həmən onu əməl etməli. Yəni, Allah subhanət hala qarşısında boyun əyərək Allahın və Rasulunun əmrlərini yerinə yetirməlidir. Barakallahu fikum. Və Hüseyin radiyallahu anh da deyir ki, Səid ibn Cübeyr radiyallahu anh deyir ki, yəni eşitdiyinə əməl edən nə gözəl iş görmüşdür. Və sonra deyir ki, lakin deyir, İbn Abbas radiyallahu anhümə bizə belə danışdı. Allah Rasulunun sallallahu aleyhi və səlləmin belə dediyim bizə rəvayət etdi, belə dediyim bizə danışdı. Və burada da yəni bildirir ki, Səid radiyallahu anhum ona bildirir ki, yəni bundan daha yaxşı bir əməl var. Bu var, bundan daha yaxşı, daha fəzilətlisi var və deyir bu hədisi danışır ki, Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, "Uridat aliyyəl umam." Mənə ümmətlər göstərildi. Mənə ümmətlər göstərildi. Yəni bütün ümmətlər peyğəmbərləri ilə birlikdə mənə göstərildi. Bütün ümmətlər peyğəmbərləri ilə birlikdə mənə göstərildi. Yəni bu bəzi rivayətlərdə gəlir ki, barakallahu fikum. Yəni Meyrac gecəsi, İsra və Meyrac gecəsində olmuşdu. Allah Rasulü sallallahu əleyhi və səlləm gəlib qalxdığı zaman və bəzi rivayətdə gəlir ki, yəni həcc mövsümündə Allah Rasulü sallallahu əleyhi və səlləmə yuxuda göstərilir. Və bunların ikisinin arasında cəmi budur ki, Allah daha doğrusu bilir, alimlərin buyurduğu, yəni Meyrac gecəsində göstərilir. Allah Rasulü sallallahu əleyhi və səlləmə göstərilir və Allah Rasulü sallallahu əleyhi və səlləm bu haqda sahabələrinə xəbər vermir. Və həcc mövsümündə, həcdə ikən Allah Rasulullah sallallahu aleyhi ve sellem həcc mövsümündə göstərilir və yuxuda göstərilir və Allah Rasulü sallallahu aleyhi və sellem durduqdan sonra sahabələrə bunu danışır. Və deyir ki, mənə ümmətlər göstərildi. Yəni tayfalar, peyğəmbərləri ilə, rasulları ilə birlikdə göstərildi. Və deyir, elə peyğəmbər gördüm ki, onunla yanaşı rahat. Rahat nədir? 3 nəfərdən 9 nəfərə qədər olan bir topluma rahat deyilir. Məsələn, 3 nəfərə də rahat deyilir, 5 nəfərə də rahat deyilir. 9 nəfərə olan qədər yəni insan toplumuna rahat deyilir. Və deyir, mənə deyir, peyğəmbərlər, ümmətlər göstərildi peyğəmbərləri ilə birlikdə və deyir, yəni peyğəmbərləri ilə birlikdə. Və onlardan deyir, yəni elə peyğəmbər var ki, yəni peyğəmbər gördüm ki, onunla yanaşı cəmsi bir rahat, yəni 3 nəfər və 5 nəfər və yaxud da 9 nəfər var. Deyir, elə peyğəmbər də gördüm ki, onlarla nədir? Onunla yanaşı bir kişi var. Cəmsi bir kişi ona iman gətirib. Və elə peyğəmbər də gördüm ki, onunla cəmsi 2 kişi iman gətirib. Onunla yanaşı ona iman gətirən 2 kişi var. Və elə peyğəmbər də gördüm ki, onunla yanaşı heç kəs yoxdur. Yəni ona icabət edən, ona cavab verən heç kəs yoxdur. Barakallahu fikum. Və bu da nəyə dəlalət edir? Allah subhanahu sizlərə bərəkət versin. Barakallahu fikum. Yəni bu da bir dəvətçinin İnsanların ona cavab vermədiyi zaman, onun dəvətini qəbul etmədiyi zaman kədərlənməməsinə, ruhdan düşməməsinə nədir? Bir işarə var, yəni ki, dəlalət edir. Barakallahu fikum. Yəni, əgər sən dəvət edirsən, yəni sən mücərrəd olaraq dəvəti etdiyin zaman artıq sən savabı qazanmış olursan. Yəni, insanlar cavab verməsə belə, sən dəvət edirsən. Artıq dəvəti etdiyin zaman heç kəs nədir? Cavab verməsə belə sən savabı qazanmış olursan artıq. Yəni bu dəvətçi bunu nə etməlidir? Bilməlidir, bunu fikirləşməlidir ki, barakallahu fikum. Yəni həmişə qəlbində olmalıdır ki, yəni insanlar cavab verdi, vermədi. İnnəmə aleykəl bələğ. Yəni nədir? Yəni ki, Allah Subhanahu taala Quran-Kərimdə yəni öz Rəsulundan dəfələrlə neçə dəfə deyir, yəni səndən yalnız çatdırmaqdır. Səndən yalnız çatdırmaqdır, təbliğ etməkdir. Yəni insan dəvətçi başa düşməlidir ki, barakallahu fikum, o dəvət etdiyi zaman artıq savabını qazanmış olur. İnsanlar qəbul etsə də, etməsə də. İnsanlar ona cavab versə də, verməsə də. Və həmçinin barakallahu fikum, yəni insan nədir? Çoxluqla öyünməməlidir. Yəni misal üçün görürsün ki, insan ola bilsin ki, barakallahu fikum bir yerdə dəvət eləyir,
Ola bilsin ki, ona cavab verən azdır, hə? Yəni o bununla həvəsdən düşmməlidir. Yəni bununla ruhdan düşmməlidir. Əksinə deyir, bacardığı qədər var gücü ilə Allah Subhanahu taala dininə dəvət etməlidir. Və bir insan da dəvət etdiyi zaman yanında çox insanların olmasından belə nə etməməlidir? Qürrələnməməlidir. Yəni bununla öyünməməlidir. Ya bununla nədir? Onu çaşqınlığa salmamalıdır. Barakallahu fikum. Və sonra Allah Resulü deyir ki, sallallahu aleyhi və səlləm fəzanantu ennehum ümmeti. Və deyir, sonra Allah Resulü deyir ki, sallallahu aleyhi və səlləm, yəni sonra bir toplum gördüm, bir şey, yəni savad, yəni insanlar, böyük bir toplum gördüm və elə bildim ki, bu mənim ümmətimdir. Və dedim ki, bunlar və başqa rivayətlərdə, Buxari rivayətində gəlir ki, bunlar kimdir? Bunlar mənim ümmətimdirmi? Və deyir, yəni elə zənn etdim ki, bunlar mənim ümmətimdir. Müslimdə keçən. Və deyilir ki, bu Musa və onun qövmüdür. Bu Musa və onun qövmüdür. Və sonra deyir ki, sonra baxdım, deyir da böyük bir toplum gördüm və Buxari rivayətində gəlir ki, mənə deyilir ki, üfüqa bax və deyir, üfüqa baxdım və üfüqü örtən bir toplum gördüm, insanlar gördüm. Yəni ki, o şəxslər artıq üfüqü örtmüşdülər, barakallahu fikum. Yəni birincidən daha böyük bir toplum idi, birincidən daha böyük çox insan idi. Və sonra mənə deyildi ki, bu tərəfə bax, bu tərəfə bax və deyir insanları həmin deyir hər tərəfə baxdığı zaman, yəni o göstərilən tərəflərə baxdığım zaman deyir, yəni çoxlu bir toplum gördüm deyir. Və bu zaman mənə deyildi ki, bu sənin ümmətindir. Muhammed sallallahu aleyhi və səlləmin ümməti ən çox nədir? Yəni sayına görə də ən çox ümmətdir. Allahın ən çox olan ümmətdir. Barakallahu fikum. Allah həmsənlər olsun ki, Allah Subhanahu bizləri Muhammed sallallahu aleyhi və səlləmin ümmətinə etmişdir. Və Allah Subhanahu taalanın bizə olan ən böyük nemətdir, ən böyük nemətlərindəndir, ən böyük nemətdir. Barakallahu fikum. Allah Rasulunun sallallahu aleyhi və səlləmin ümmətindən etməsi bizi. Yəni bu hər bir müsəlman bunu fikirləşməlidir, hər bir müsəlman bunu düşünməlidir. Bunun üçün Allaha şükür etməlidir, Allaha həmd etməlidir, Allaha itaət, Allahın buyurduqlarını yerinə yetirib qadağanlarından çəkinməklə Allaha itaət etməlidir. Deyir, mənə deyilir ki, bunlar sənin ümmətindir. Və deyir, sonra mənə deyildi ki, bunlarla yanaşı 70.000 insan var, onlar cənnətə hesabsız və əzabsız daxil olacaqlar. Bunlarla yanaşı 70.000 insan var, onlar hesabsız olaraq nədir? Və hesabsız və əzabsız olaraq cənnətə daxil olacaqlar. Allah Subhanahu bizləri onlardan etsin. Və burada nədir? Barakallahu fikum. Onlar hesab sorğu-sual olunmadan və əzab olunmadan nədir? Birbaşa cənnətə daxil olacaqlar. Və onlar yəni siratdan keçdikləri zaman nədir? Oradan salamatlıqla keçəcəklər. Yəni orada nədir? Siratda əzab görməyəcəklər. Çünki siratdan keçmək labüddür. Siratdan keçmək labüddür. Allah Subhanahu buyurur ki: "Və imminkum illə variduha." Yəni sizdən hər bir kəs ora varid olacaqdır. Yəni bunun təfsirində də gəlir, yəni siratdan keçəcəkdir. Barakallahu fikum. Və oradan da onlar oradan keçməsi də nədir? Salamatlıq keçiş, yəni salamatlıq keçiş olacaq, salamatlığa keçəcəkdir. Sonra Allah Resulü sallallahu aleyhi və səlləm bunu dedikdən sonra düşür və öz mənzilinə daxil olur. Yəni onların kim olduğunu, həmin 70.000 nəfərin kim olduğunu bildirmir. Və sahabelər başlayırlar bu haqda fikir yürütməyə. Barakallahu fikum. Sahabelər başlayırlar bu haqda fikir yürütməyə. Onlardan bəziləri deyirlər ki, yəqin ki, ola bilsin ki, onlar deyir Allah Resulünün sallallahu aleyhi və səlləmin sahabələridirlər. Yəni deyir ki, Muhammed sallallahu aleyhi və səlləmə kömək edirlər. Muhammed sallallahu aleyhi və səlləmin yanındadılar. Muhammed sallallahu aleyhi və səlləmlə birgədirlər. Ona nə deyir, onu qoruyublar, ona kömək ediblər, ona dayaq olublar. Və onun üçün sahabelər deyir ki, yəqin ki, bu Allah Resulünün sallallahu aleyhi və səlləmin sahabələridir. Və bəzilər də deyirlər ki, ola bilsin ki, bunlar deyir, yəni biz yox, yəni sahabelər yox, Muhammed sallallahu yəni bizdən övladlarımız. Yəni İslamda doğulan, İslamda doğulub böyüyən nədir? İslamda doğulan kəslərdir ki, onlar İslamda doğulublar, İslamda dünya göz açıblar və Allaha heç bir şey şərik qoşmayıblar. Yəni deyirlər ki, biz yəni Allah Rasuluna iman gətirirsək, Allah Rasuluna iman gətirmişik, Allah Rasuluna sallallahu aleyhi ve sellemə yanında olmuş, o kömək etmişik, amma bizim əvvəl nədir? Əvvəl yəni İslamdan qabaq şirkimiz olub. Amma yəni o İslamda göz açanlar isə onlar yəni təvhiddə doğulublar və təvhiddə dünya göz açıblar və təvhidlə də böyüyüblər. Ola bilsin ki, deyir onlardır və başqa şeylər də nə edirlər? Zikr edirlər, barakallahu fikum.
Və sonra Allah Resulü sallallahu aleyhi və səlləm onların yanına çıxır və bu haqda Allah Resulü sallallahu aleyhi və səlləmə xəbər verirlər. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, onlar o kəsdir ki, lə yəstərqun, ruqiyyə tələb etməzlər. Və lə yəktəvun, odla müalicə olunmazlar. Və lə yətətayyarun, bəd əlamətlərə inanmazlar. Və alə rabbihim yetəvəkkəlun, və yalnız öz Rəblərinə təvəkkül edərlər. Öz Rəblərinə təvəkkül edərlər. Yəni Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, onlar o kəslərdir ki, onlar mənim ümmətimdən onlar o kəslərdir ki, onlar yəni ruqiyyə tələb etməzlər. Yəni ruqiyyə özlüyündə icazəlidir, barakallahu fikum. Lakin burada nə deyir? Burada varlılar onlar ruqiyyəni tələb etməzlər, istəməzlər başqasından. Yəni zaten istəmək özü də icazəlidir. İstəmək özü də icazəlidir. Allah sizə bərəkət versin. Lakin bu nədir? Barakallahu fikum. Yəni bu daha üstün halı odur ki, nədir? Başqasından ruqiyyə tələb etməzlər. Çünki başqasından ruqiyyə tələb etdiyi zaman nə olur? Sanki qəlbi həmin ruqiyyə edənə bir növ bağlanmış olur. Sanki qəlbi o ruqiyyə edənə bir növ bağlanmış olur. Və onlar başqa, yəni odla müalicə olunmazlar, odla müalicə olunmazlar. Və həmçinin bəd əlamətlər inanmazlar. Misal üçün, ay qabağından pişik keçdi, ay misal üçün, filan oldu. Görsən, insan çıxır səhər-səhər işə getməyə və yaxud da hər hansı bir yerə getməyə, filan kəs çıxır qabağına, qonşusu çıxır və yaxud da başqa bir insan çıxır, qayıdır girir evinə ki, filan kəs çıxdı qabağına. Və yaxud da qara pişik keçdi və yaxud da hər hansı bir nədir, bir şey baş verdi və yaxud da 13 rəqəmi filan nədir, nəs rəqəm. Yəni, neynirlər? Onlar bəd əlamətlərə inanırlar. Bəd əlamətlərə inanırlar ki, bunlar da nədir? Bunlar da yəni, həmin o kəslərin sifətindən deyil. Yəni, onlar həmin o əlamətlərə inanmazlar, barakallahu fikum. Və yalnız öz Rəblərinə təvəkkül edərlər. Və yalnız öz Rəblərinə təvəkkül edərlər. Və burada, barakallahu fikum, alimlər bəzi sözlər demişlər. Yəni, bəzi alimlər demişlər ki, onlar ümumiyyətlə müalicə olunmazlar. Onlar ümumiyyətlə müalicə olunmazlar. Lakin Allah daha doğrusu bilir, bu doğru deyildir. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm, yəni o nədir? Allaha təvəkkül edənlərin imamıdır. Ən üstündür, barakallahu fikum. Amma hansı ki, Allah Resulü sallallahu aleyhi və səlləm müalicə olunmuş da, barakallahu fikum. Alimlər bu haqda danışır, deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm müalicə olunmuşdur. Onun üçün də bu söz yəni doğru deyil, Allah daha doğrusunu bilir. Və orada müalicə olunmaq nədir? Buradan ayrıdır. Müalicə olunmaq, yəni bu tam ayrı bir şeydir, barakallahu fikum. Burada nədir? Burada olan məsələ, barakallahu fikum, sırf burada keçən, xas olan həmin bu əməllərə aiddir ki, Allah daha doğrusunu bilir. Həmçinin onlar nədir? Odla müalicə olunmazlar, odla müalicə olunmazlar. Və bəd əlamətlərə inanmazlar və yalnız öz Rəblərinə təvəkkül edərlər. Öz Rəblərinə təvəkkül edərlər. Və sonra Ukkaşa ibn Muhsən radiyallahu anhu qalxır ayağa, deyir ki, ya Rasulullah, dua et, Allah məni onlardan etsin. Allah məni onlardan etsin. Və Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, sən onlardansan. Sən onlardansan. Və bu da nədir? Ukkaşa radiyallahu anhunun, yəni həmin o 70.000 nəfərdən birinin Ukkaşa radiyallahu anhu, artıq kim olduğu bəllidir, hə? Ukkaşa radiyallahu anhu. Subhanallah, yəni sahabənin fəzilətinə bax, Allahu akbar, la ilahe illallah. Yəni sahabələrin necə fəhmli, yəni həris olmalarına bax, subhanallah, Allahu akbar. Deyir ki, Ukkaşa deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem, sən onlardansan. Və burada alimlər demişlər ki, yəni Allah Resulü sallallahu aleyhi və səlləm necə bilir ki, onlardandır? Alimlərdən bəziləri demişlər ki, yəni vəhy olaraq, Allah subhanallah vəhy olaraq Allah Resulü sallallahu aleyhi və səlləmə vəhy etmişdir ki, onlardandır. Və bəzi alimlər də demişdilər ki, ola bilsin ki, həmin o toplumun içərisində Ukkaşanı radiyallahu anh görmüşdür. Ola bilsin ki, onun üçün demişdir, Allah daha doğrusunu bilir, barakallahu fikum. Və Ukkaşa radiyallahu anhu həmin o 70.000 nəfərin içərisindədir. Və sonra başqa bir kişi qalxır, başqa bir və həqiqətən də Ukkaşa radiyallahu anh, bu da həmçinin Peyğəmbərliyin, Allah Resulü'nün sallallahu aleyhi ve sellem Peyğəmbərliyin bir dəlalətlərindəndir. Yəni Ukkaşa radiyallahu anhunun yəni Allaha itaat üzərində ölməsi, yəni
daim, yəni təvhid əhli olaraq, itaət əhli olaraq, muvahhid olaraq yaşaması və şəhid olaraq da dünyadan keçməsi, şəhid olaraq da dünyadan keçməsi. O da peyğəmbərliyin bir əlamətlərindəndir. Barakallahu fikum. Və sonra başqa bir kişi qalxır, deyir ki, ya Rasulullah, dua etmə, Allah məni də onlardan etsin. Allah Rasulü nə deyir sallallahu aleyhi və səlləm? Səbəqəkə bihə ukkaşə. Ukkaşə bu işdə səni qabaqladı. Ukkaşə bu işdə səni qabaqladı. Ona demədi ki, sən onlardan deyilsən. Ona demədi ki, yəni inkar etmə. Nə demədi ki, sən onlardansın, nə demədi ki, sən onlardan deyilsən. Dedi ki, Ukkaşə bu işdə səni qabaqladı. Ukkaşə bu işdə səni qabaqladı. Bu da nədir? Allah Rasulü, indi burada alimlər o haqda, o kişi haqqında bəzi sözlər demişlər. Burada deyir ki, bəzi alimlər demişlər ki, o münafiqlərdən olan bir kişidir. Amma Allah daha doğrusunu bilir, bu səhih deyil. Barakallahu fikum. Yəni bu zəif görüşdür, mərcuh görüşdür. Çünki niyə görə? İki şey görə. Çünki Allah Rasulunun sallallahu aleyhi ve sellem sahabelərində əsl odur ki, onlarda nə deyil? Nifaq, münafiqlik yoxdur. Barakallahu fikum. Allah onlardan razıdır, onlar da Allahdan razıdır. Və yəni münafiqlər sahabelərlə birlikdə idilər, lakin sahabelərdən deyildilər. Necə ki, iblis mələklərlə birlikdə idi, lakin mələklərdən deyildi. Və ikincisi isə nədir? Əgər münafiq olsaydı, Allah Rasulü sallallahu aleyhi ve sellem xəbərini təsdiqləməzdi axı. Yəni münafiq nədir? Zahirən iman gətirdiyini göstərir, daxilən isə nə edir? Daxilən isə daxilində küfr gizlətmiş olur. Hə, zahirən İslamı göstərir, daxilində küfrü gizlətmiş olur. Əgər o münafiq olsaydı, zaten iman gətirməyib. Yəni Allah Rasulü sallallahu aleyhi ve sellem xəbərini təsdiqləmir. Yəni ona iman etmir. O nə durub desin ki, yəni mən də dua etmən də onlardan olur. Başa düşülür qardaşlar, barakallahu fikum burası. Yəni əgər münafiq olsaydı, zaten Allah Rasulü sallallahu aleyhi ve sellem təsdiqləmir. Onun verdiyi xəbərləri təsdiqləmir. Yəni ona durub onu nə etməzdi, deməzdi. Barakallahu fikum. Və bəzi elm əhli demişdilər ki, nədir? Allah Rasulü sallallahu aleyhi və səlləm bilir ki, həmin kişi o dərəcədə çatmır. Yəni o dərəcədə, yəni onlardan deyil. Onun üçün nə deyir? Demir onlara, ona demir ki, sən onlardan deyilsən. Sadəcə deyir ki, Ukkaşə səni qabaqladı. Bəzi elm əhli demişdilər ki, Allah Rasulü sallallahu aleyhi və səlləm burada nə deyir? Sanki qapını bağlamaq, yəni ki, nə deyir? Əgər desə ki, sən onlardansan və onlarısın desən, yəni bir-bir hamı qalxıb deyəcəkdir ki, yəni dua etmən də onlardan olum, dua etmən də onlardan olum. Sanki Allah Rasulü sallallahu aleyhi və səlləm bunu qapını bağlamaq üçün nə edir? Onu deyir ki, qarşısını qabaqladı. Çünki ola bilsin ki, onların arasında o dərəcəyə çatmayan insanlar olsun və Allah Rasulü sallallahu aleyhi və səlləm nə deyir? Yəni onu deyə bilməsin. Yəni ona deməsin daha doğrusu. Yəni ki, onu elə bir ki, həmin o şəxsə deməsi ki, sən onlardan deyilsən, bu cür nədir? Bu qapını onların, həmin o qapını bağlamaq üçün bunu deyir ki, o qarşıya səni qabaqladı. Barakallahu fikum. Və bu da Allah daha doğrusunu bilir. Bu da odur ki, yəni bu qədər qarşıya səni qabaqladı. Yəni həmin o qapını bağlamaq üçün ki, insanlar bir-bir durub bunu istəməsinlər. Barakallahu fikum. Bu da Allah Rasulunun bu sözü deməsi ki, o qarşıya səni qabaqladı. Və həmçinin Allah Rasulunun sallallahu aleyhi və səlləmin ədəbindən, əxlaqından xəbər verir. Və innəkə lə'alə xuluqin azim. Həqiqətən sən böyük əxlaqın üzərindəsən. Allah subhanallah buyurdu ki, Allah Rasulü sallallahu aleyhi ve sellem demir ki, sən onlardan deyirsən. Və yaxud da yəni o başqa bir söz demir və deyir ki, o qarşı səni qabaqladı. Onun üçün yəni qardaşlarla söhbətləşən, insan öz ailəsi ilə, atası ilə, anası ilə, qardaşlarla, ümumən ətrafında olan insanlarla söhbət etdiyi zaman nə deyir? Və qulu linnəs husnə, insanlara gözəl söz söyləyin. Yəni gözəl davranması, gözəl söz söyləməsi nə deyir? Yaxşıdır, barakallahu fikum. Və ora girənlərin sayı, həmin o sorğu-sualsız, hesabsız, həmin o cənnətə girənlərin sayı 70 min nəfərlə kifayətlənirmi? 70 min nəfərdən əlavə hər 70 min, yəni bu hədisi birinci dəfə eşidəndə subhanallah. Adam, yəni özümüzdə də olmuşdu. Adam elə ki, biraz yəni baxırsan ki, yəni sahabelərdən üstün heç kim ola bilməz. Yəni sanki sahabelər həmin nədir, yeri artıq doldurmuş olurlar. Barakallahu fikum. Və sonra o birisi hədisi eşidəndə barakallahu fikum, yəni hər 70 min nəfərlə bir 70 min nəfər var. Yəni hər 70 min nəfərlə əlavə 70 min nəfər var. Bu da hardasa, yəni o 70 mində gələndə hardasa 5 milyona yaxın insan eləyir.
5 milyona yaxın insan eləyir. Hə, barakallahu fikum. Yəni bununla da kifayətlənirmi? Bu gün bu hədisi oxunu və dərsi hazırlayarkən alimlərin barakallahu fikum o gətirdiyi hədisi eşidəndə elə bir şey daha da sevindim. Yəni insan daha mən özümdən yəni daha da sevindim, daha da fərəhləndim buna ki, orada başqa rivayətdə gəlir ki, barakallahu fikum. Bir 70 min nəfər, bir hər 70 min nəfərlə 70 min nəfər. Bir də başqa rivayətdə də gəlir ki, barakallahu fikum, yəni 3 ovuc Allah Subhanahu taala'nın ovucu ilə 3 ovuc. Barakallahu fikum. Allahın ovucu ilə 3 ovuc da nədir? Yəni onlardan 3 ovuc. Allah Subhanahu taala öz Rasuluna sallallahu aleyhi və səlləmə bunu vəd etmişdir. Barakallahu fikum. Buna görə də yəni nədir? Bu şeyi eşidəndə barakallahu fikum insan ümiddən düşməməlidir. Yəni həmin bu sayı eşitdikdən sonra artıq nədir? Barakallahu fikum insan ümiddən düşməməlidir. Yəni, heç kəs ümiddən düşməməlidir ki, mən onlardan ola bilərəm, ola bilmərəm. Mən onlara çata bilmərəm. Nə deyir, şeytan insana vəsvəsə verməsin ki, sən onlardan ola bilmərsən. Sən hara, həmin o kəslərdən olmaq hara ki, nə deyir, sorğu-sualsız cənnətə girməsən, get günahı elə filan. Əksinə insan və yəni, bu sayıları eşitdikdən sonra 70 min, hər 70 mindən əlavə 70 min və üstə gəl, 3 ovuz, nədir? Allah Subhanahu ovucu ilə 3 ovuz əlavə, bundan əlavə, barakallahu fikum. Yəni, nədir? Bu artıq say çoxdur, barakallahu fikum. Onun üçün də nə etməliyik? Allah Subhanahu bizləri müvəffəq etsin. Allah Subhanahu taala bizləri çalışmağa, bunun üçün çalışmağa müvəffəq etsin. Çalışmalıyıq, barakallahu fikum. Və şeytanın hiləsinə uymaq lazım deyil. Şeytanın hiləsinə uymaq lazım deyil. Və Allah daha doğrusunu bilir. Allah Subhanahu bizləri eşitdiyi, faydalanan qullarından etsin və bu dərəcələr üçün çalışmağa, bu dərəcələr üçün səy göstərməyə Allah Subhanahu bizləri müvəffəq etsin və bizə həmin o cənnətə sorğusuz, sualsız girən qullarından etsin və Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdika əşhədu en la ilahe illə ente estağfiruka və etûbü ileyk.